Bismillahirrahmanirrahim. Allahu huvel veli. Kur'an məntiqində o ki əsalətən birinci olaraq insanlara vəlidir, Allah Mütealdır. Və ondan sonra Peyğəmbərin vəliliği, imamların vəliliği və sair insanların vəliliği gəlir. Amma vəlinin sirri nədir? Niyə bir insan olur vəli? Ya bir varlıq olur vəli? Vəli yaxın mənasındadır. Vaxtı bir insan ya bir varlıq, Allah-u Müteal insana özündən də özünə yaxındır. Həm onu tanıyır, özündən də çox. Həm onu sevir, özündən də çox. Bu olar vəli. Bu ki biz Allah'ın vəliliğini, Resulullah'ın vəliliğini, Amirul Mu'mininin vəliliğini qəbul edirik ki Kur'an buyurur. Sirri budur ki onlar bizə özümüzdən də yaxındılar. İki mənada yaxındılar. Həm özümüzdən özümüzü çox tanıyırlar, tələbatımızı, ehtiyacatımızı, fitri istəklərimizi, həm bizi özümüzdən də çox sevirlər. Bəs vilayətin kökü qeydir mərifət və məhəbbətə. Vaxtı məndən çox tanıdı və məndən çox sevdi, o olar vəli. Esselamu aleykum və rəhmətullah və bərəkatuhu.